boynu xərçəngi qadın reproduktiv orqanları arasında statistik rəqəmlərə görə ilk sıralardadır. Amma yenə də müraciət edən pasientlərimiz gecikmiş mərhələlərdə müraciət edir. Baxmayaraq ki, bu qədər maarifləndirmə aparılır, bu qədər efirlərdən çağırış olunur, bu qədər kiçik testlərlə, onkoloji testlərin aparılması ilə biz bu xəstəliyin qarşısını ala bilərik deyilir. Amma yenə də gecikmiş mərhələdə müraciət edən pasientlərimiz var. Pasiyentimizi müayinə elədik. 30 il postmenopauzal dönəmdə olan bir pasientimizdə adət görmür. 5-6 ay bundan öncə uşaqlıq yolundan qanlı ifrazat gəlib. Dedim elə belə bir şeydir, fikir verməyib. Daha sonra bu qanamalar arada sırada olub, yenə də fikir verməyib. Artıq bu ilin 2026-cı ilin fevral ayından şiddətli qanama şikayəti ilə həkimə müraciət edib və müayinə əsnasında uşaqlıq boynunda şiş dövrəməsi aşkar olunaraq Milli Onkologiya Mərkəzinə göndərilib pasient. Müayinəmizi apardıq. Müayinə zamanı koliposkopik və vizual olaraq uşaqlıq boynunda patoloji törəmə aşkar olunur. Yəni şübhə burada bədxasiyyəli prostatdır. Biopsiya analizimizi icra elədik. Əlavə müayinələr aparılacaq. Bura MRT, qan təhlilləri, ultrason müayinəsi, yəni xəstəni tam yoxladıqdan sonra mərhələndirmə aparılacaq və mərhələyə uyğun müalicə aparılacaq. Düşünürəm ki, yaxşı olacaq hala, amma biraz məsuliyyətsizlik olunubdur, gecikmisiniz. Kaş elə o qanayan vaxtı erkən vaxtlarında gələrdiniz. Bir daha səslənək ki, postmenopauzal dönəmdə olan qanamalar patoloji qanamalardır və dərhal onkoginekoloqlara getməyinizə göstərişdir. Nəzərinizə çatdırım, onkoginekoloq kolonoskopist həkim Könül Mərdanova studiyamızın həkim qonağıdır. Milli Onkologiya Mərkəzi şişyonlu xəstəliklərin müayinəsi, müalicəsi və hətta deyərdim diaqnostikası şöbəsinə müraciətlər qəbul olunur. Buyurun, müraciət edin. Xoş gördük. Könül xanım, necəsiz? Yaxşı, siz necəsiz? Təşəkkür edirəm. Uşaqlıq boynu xərçəngi, dəfələrlə toxunduğumuz mövzu, növləri, simptomları, əlamətləri və s. və çox sayda qadınlar və getdikcə də bu sayın artması bizi çox üzür. Müxtəlif simptomlar var, müxtəlif əlamətlər var, amma var olan əlaməti diferensiyasiya etmək, multidisiplinar yanaşma hər həkimdə yoxdur. Mən bunu hər zaman deyirəm, uşaqlıq boynu xərçəngi hansı səbəblərdən yaranır? Bir daha bu mövzuya qayıdaq. Profilaktik müayinəyə gələn xanımlardan nə müşahidə edirsiniz? Praktikanız nə göstərir? Bir daha təşəkkürümü bildirirəm. Yenə də hər zaman toxunduğumuz geniş bir mövzuya toxunacaq. Uşaqlıq boynu xərçəngi və statistik rəqəmlərdə həm respublikamızda, həm bütün dünyada yenə də qadın reproduktiv orqanları içərisində ilk sırada rast gəlinən uşaqlıq boynu xərçəngidir və 60-65% hallarda 3-cü, 4-cü mərhələdə müraciət edir. Bu qədər biz onu yaradan bir virus olduğunu artıq aşkar eləmişik. O virusa qarşı həm profilaktik, həm belə deyək, terapevtik tədbirlər görməyə başlamışıq. Skrining metodları Dünya Səhiyyə Təşkilatı tərəfindən uşaqlıq boynuna qarşı təyin olmuş skrining proqramları var, müayinələr var. Baxmayaraq bunlar var. Yenə də 3-cü, 4-cü mərhələdə müraciət edənlərimiz var. Həqiqətən biz də iş praktika zamanı bəzən o qədər yanlış bir sözlərlə rastlaşırıq ki, həqiqətən o emosionallığa qatılırıq. Çünki bir patologiyadsa, xərçəngdirsə, hətta deyərdim xərçəng önüdürsə, yəni bu patologiya ilə məşğul olan həkimlər, onkoloqlar, onkoginekoloqlar olmalıdır ki, və ən doğrusunun düzgünündə bizlər sizlərə çatdırmalıyıq. Yəni uşaqlıq boynu xərçəngi respublikamızda son illərdə baxsaq, bizə müraciət edən, çox təəssüf olsun ki, bəzən bizdən kənar özəllərdə də belə deyək, xəstələrlə məşğul olanlar var. Bizə müraciət edənlər içərisində harca 500-ə yaxın illik qeydiyyatdan keçən bir pasientlərimiz var və onların da çoxu, yenə də qeyd elədim kimi, 3-cü, 4-cü mərhələdə müraciət edirlər və müraciət etmə əsnasında regionlarımızda və digər klinikalarda diaqnoz qoyulanda baxdıq, şiş toxuması gördük və gedin dərhal əməliyyat olunun. Hətta gün ərzində o qədər zənglər gəlir ki, doktor bizə uşaqlıq boyunda xərçəng deyiblər, həkim deyir, təcili gün sayı var, gedin əməliyyat olunun. Uşaqlıq boynu xərçənginin mərhələsi düzgün qoyulmalıdır ki, mərhələyə uyğun da müalicələr aparılsın. Tibbdə mən bunu belə istəyirəm və yaxud da ki, xəstəni özümü riskə atıb cərrahə əməliyyata... Biz xərçəngönü vəziyyətdə təbii ki, biz onu deyəcəyik. Biz sonda onu deyəcəyik ki, ümumiyyətlə problem bizim xərçəng aşkar olundu. Doğru deyil. Şiş önü dönəmdə bir
xərçəng ki, 10-12 il bir ortalama müddətdən keçib xərçəngi keçə bilir. Biz 10-12 il deyirik, amma buradan xanımlarımız deməsin, 12 il əmələ gəlir də, oturaq 12 ildən sonra müayinəyə gedərik. Xeyr, mənim şəxsən öz praktikamda deyənlər var da, yəni arxain olmasınlar. Günümüzdə bizim istədiyimiz sadəcə bu xərçəng sözünün yox olmasıdır. Peyvəndlənmə də ona görədir, HPV və skrining testlərinin aparılması da ona görədir ki, biz əgər tutacağıqsa da bir patologiyanı xərçəngönü vəziyyətdə tutaq və o dönəmdə gördüyümüz halda da doğru düzgün müalicə aparaq. Yəni, biraz pasiyentlərimizdə də var, yəni bəlkə də bilgisizlikdəndir. O həkimdən keçirlər, bu birisi həkimə belə-belə, amma bir onkoloqların qəbuluna getməkdən hələ də azalsa da yenə də o qorxu var. Yəni, onkoloqlar bu işin əgər bilənidirsə də ən azından konsultasiya üçün gedəcəksiniz. Məsələn, bu həftə ərzində baxdığım bir pasiyent var. İllərlə də onların gəlinlərinə baxıram, öz belə deyək, baldızını gətiribdir. HPV-ni profilaktik olaraq veriblər digər mərkəzlərdə, pozitiv olub və kolposkopik olaraq, simir olaraq cavabımız normaldır. Biz HPV-yə qarşı müalicəmizi aparacağıq və pasiyentə düzgün müayinə protokolu necədirsə onu deyirik. Yəni, o pasiyent bundan sonra yenə də öz həkiminə gedə bilər. Amma xanımlarımıza demək istədiyim odur ki, əgər bir onkoloji xəstəlik yaradan virus pozitivdirsə, bir şübhə varsa, displaziyaya, xərçəngönü vəziyyətə bir şübhə varsa, onkoloqlara getməkdən qorxmasınlar. Ən azından bir dəfə konsultasiya olsun ki, biz gəlib o xərçəng vəziyyətinə çatdırmayaq. Hələ də xərçəngin o 3-cü, 4-cü mərhələsinə çatdırmayaq. Və əgər bir xəstəyə artıq histoloji olaraq, MRT olaraq, yəni klinik olaraq və instrumental olaraq uşaqlı boynu xərçəngi qoyulubsa da, fiqo təsnifatı aparılmalıdır. Mərhələlər üzrə 1-ci, 2-ci, 3-cü, 4-cü mərhələ. 1-ci və 2-ci A mərhələdə bəli, biz cərrahi əməliyyat eləyə bilirik. Çünki 2-ci A mərhələdə bizim şişin ölçüsü 4 sm-ə qədər olur, stromal invaziyamız az olur və biz cərrahi əməliyyat edə bilirik. Limfa düyünlərinin vəziyyəti MRT olaraq dəyərləndirilməlidir. Əgər siz 3-cü mərhələdə müraciət edirsinizsə, parametriya zədələnibsə, limfa düyünlərində metastaz varsa, uşaqlıq boyunda şişin ölçüsü 5-6 sm-dirsə, orada onkologiyada yox, heç bir yerdə siz cərrahi əməliyyat oluna bilməyəcəksiniz. Sizə qeyri-radikal cərrahi əməliyyat olunacaq və siz əməliyyat zamanı risk daşıyacaqsınız. Keçək 4-cü mərhələyə, hansı ki, 4-cü mərhələ biz hansı hallarda deyirik? Ətraf orqanlara sirayət varsa və uzaq metastazlar varsa, bu sayılır 4-cü mərhələ. Əgər sizin orqanizminizdə, qaraciyərdə, paraartal limfa düyünlərində, ağciyərdə, yəni qasıq limfa düyünlərində, baxın, uşaqlıq vulva xərçəngində, periferik limfa düyünləri qasıq sayılsa da, uşaqlıq boynunda bu uzaq metastaz sayılır. Biz bunu 4-cü mərhələ qoyuruq. Yəni, sizdə belə bir metastazlar varsa, lokal olaraq riskdir, yenə də qeyd elədiyim kimi cərrahi əməliyyat eləmək. İkinci də, əgər belə deyək də, başqa yerlərdə metastazımız varsa da, bu cərrahi əməliyyat eləməyin nə mənası? Ona görə mərhələndirmə aparıb, ona görə qərar veririk. Pasiyent gəlir ki, deyir, doktor, mən təcili qonşumuzu əməliyyat eləmişdilər. Həkim də mənə rayonda dedi ki, get təcili bu matkanı, uşaqlığı çıxartdır, at. Belə bir düşüb. Bu sözləri biz eşidirik, yəni üzr istəyirəm ifadəmə görə, amma deyilən bir sözlərdir də. Mərhələ qoyulmalıdır, mərhələyə görə. Və biz əgər mərhələ 3-cü mərhələdə şua və kimioterapiya məsləhət biliriksə, bilin ki, siz cərrahi əməliyyat həmin dönəmdə olunub şua alsaz, yaxud da tək şua ilə olsaz, proqnoz olaraq, yaşama göstəricisi olaraq demək olar ki, tək şua və kimioterapiya cərrahi əməliyyata bərabər olan bir müalicədir. Xüsusən də ki, yastı epitel formalı uşaqlı boynu xərçəngində şuaya daha həssas olduğu üçün effekti çox gözəl alırıq. Hətta tam sağalıb 10 il, 15 il yaşayan pasiyentlərimiz var. Doktor, biz hər zaman risk faktorlarını xatırladırıq. İndi irəliləyən dəqiqələrdə onları bir daha vurğulayacaq, amma az öncə dediyiniz bir cümlədə istərsəməz insanın içində diqqətlə qulaq asanda bir qorxu yaranır. Dediniz ki, HPV pozitiv çıxıb xanımda, amma heç bir dəyişiklik olmadığına görə biz HPV-yə görə müalicəyə başladıq. Orada hansı növünü aşkarlayıb müalicə? Pasiyentdə müraciət edib 16 və 61-ci tipi pozitivdir. Və biz doğru düzgün protokol üzərindən getmişik. Simir testimizi almışıq, simirdə bir hüceyrə dəyişikliyimiz yoxdur. Kolposkopik olaraq bir dəyişikliyimiz yoxdur. Ona görə də xəstəyə peyvəndi məsləhət vermişik. Yanaşı infeksiyalarını yoxlayıb onlara qarşı müalicəmizi məsləhət vermişik. Düzgün bu virusdan necə qorunmaq lazımdır
lazımdır üsullarını izah eləmişik. Yəni onun virulentliyi olacaq, olmayacaq hələ bəlli deyil. Bugünkü gündə sakitçilikdir və qarşısını alırıq. Biz profilaktikamızı eləyəcəyik ki, o xəstəlik törətməsin. Baxın, əslən qanda çox gözəl bir, belə deyək, haldır. Bəlkə də yeni yoluxubdur. Sadəcə profilaktik, bəli, yeni yoluxma durumları ola bilər. Biz də ona qarşı doğru düzgün müalicəmizi aparacağıq. Bizim istədiyimiz xanımlarımızın rutin müayinələrə getməlidir, profilaktik müayinələrə getməlidir. O testləri siz yaşadığınız ərazi üzrə də yaxınlaşıb verə bilərsiniz. Bəzən, yəni, nə dərəcədə günümüzün reallığıdır. Xanımlarımız bir çox cümlələrlə, bir çox bəhanələrlə biz mərkəzə gələ bilmirik. O testləri verməyə gücümüz çatmır. Bunlar mən düşünürəm ki, belə deyək də, bəhanələrdir. Yaşadığınız ərazi üzrə də poliklinikalarınıza, xəstəxanalarınıza müraciət eləsəz, o testləri sizdən götürəcəklər. Risk faktorları dediyimizdə, sadalayaq onları və... Ən öndə gedən risk faktoru HPV virusudur. HPV virusu, bunu dedik. Human papilloma virusunda yüksək, belə deyim, riskli genotipləri, xüsusən 16-18. İkinci risk faktorlarına keçək. Erkən cinsi həyatın başlanması. Yəni neçə yaş? 15-16 yaşdan cinsi həyatların başlanması. Bu erkən cinsi həyatın başlanması. Ondan da kiçik yaşda başlayanlar var. 13-14 yaşında olanlar var. Günümüzdə xüsusilə də artıb. Amma erkən cinsi həyatlarının olması risk faktorudur. Çünki tam formalaşmamış bir toxumadan söhbət gedir. Və orada virusla yoluxmaq, zədələnməsi, virusun xəstəlik törətmə qabiliyyəti yüksək olur. Yəni, bu ikinci risk faktoru. Çox partnerluq, qadın və kişi çox partnerluq. Yanaşı infeksiyaların olması, immun sistemin zəif olması, vitamin D-nin aşağı olması, immun çatışmamazlıq durumları, böyrək transplantasiyası olanlar, digər spid infeksiyası olanlar, bax bunlar olanlar durumlarda da HPV-nin qalıb persistensiya etməsinə kömək edir. Alkoqoldan istifadə etmə durumları artıb, pasiv və aktiv tütündən istifadə etmək, yanaşı infeksiyalar, gerpes virusu, bax bunlar hamısı risk faktorlarıdır. Bilirsiniz, mənim də yaralı yerlərim var. Xüsusilə də bu kontraseptivlərdən danışanda kombinə edilmiş. Hər dəfə də mən onu unuduram, amma həqiqətən böyük bir hissəsidir. Var. Uzun müddətli kontraseptivlərin içilməsi, bəli, HPV-nin persistensiyasına səbəb olur və xərçəng törətmə qabiliyyətini artırır, bəli. Öz başına kontraseptivlərin içilməsi doğru deyil. Ümumiyyətlə kontraseptivlərin, hormonal preparatların qəbulu fonunda mütləq testlərimizi verib sonra istifadə olmalıdır. Düşünərsiniz ki, niyə ki, yumurtaqlarda biz, belə deyək də, folikul yaranmasının qarşısını alırıq. Onun uşaqlıq boyundan nə əlaqəli? Bir şey ki, uşaqlıq boyunu xərçəng günü və xərçəng patologiyası HPV yaradırsa, amma xeyr, o servikal seliyi qatılaşdırdığı üçün orada və toxumalarda dəyişiklik, hormonal mayalanmanın qarşısını aldığı üçün HPV-nin yəni qalıb xəstəlik törətməsini artırır. Normal qadınlardan kontraseptiv içənlərdə belə bir araşdırmalarda 2-3 dəfə daha çox HPV qalıb, persistensiya olub, xəstəlik törədə bilir. Hər kəsin bir onkoginekoloqu olsun. Yəni, mütləq həyatı boyu... Bizim onkoginekoloqumuz Könül Mərdanovadır. Hətta ətraf çevrəmdə hər kəsin. Təşəkkür edirəm. Yəni, mütləq olması lazımdır. Qaldı ki, sizin dediyiniz mövzuya, bəli, biz HPV-dən çox danışırıq, öncəki efirlərimizdə danışmışıq, amma çox az faiz hallarda HPV-yə bağlı olmayan xərçənglər də olur. Yəni, onları da nəzərə alsınlar. O, sizin dediyinizə görə deyirəm ki, gecikmiş yaşlarda, hətta mənim özümün praktikamda ailə həyatı qurmayan qızımızda da uşaqlıq boyu servikal kanser gördüyümüz durum olubdur. Hansı ki, adenokarsinoma forma servikal kanalın xərçəngi olubdur. Yəni, bu durumlar ola bilir. Burada məsələ HPV-nin hər zaman uşaqlıq boyunu xərçəngi törətməyəcəyini vurğunu gətirməkdir. Yəni, düzdür, növlərini təyin edirik, amma varlığı Könül xanım hər zaman deyir ki, var olması, pozitiv olması belə yəni səni xərçəng edəcək mənasına gəlmir. Yox olması belə xərçəng olmayacaqsan anlamına gəlmir. Çünki səbəblər sırasında nəinki virus, o qədər risk faktorları sadaladı ki, bizim zamanımızda bu yoxdur demək nə deməkdir? Bu o deməkdir ki, sadəcə virus törədir, deyil. Sən qadın olaraq nə gözəldir? Rutin onkoloji müayinələrə, onkoginekoloq qəbuluna getmək
getməlisən. Bunu dəfələrlə təkrar eləyəcək də. Ta ki, bir çox xanımlar bunu tam mənası ilə dərk etsinlər ki, bizə bu mütləq şəkildə vacibdir. DNA-sı yoxlanılmalıdırmı? Yoxlanılmalıdır. Amma necə aparılırsa, istəyirsiniz biraz da kolposkopik müayinələrə toxunaq və digər analizlərə. Uşaqlı boynu xərçənginin ən çox gecikmiş mərhələlərdir. Çünki erkən mərhələlərdə simptomsuz keçir. Demək olar ki, silinmiş simptomatika olur. Əgər bir qadın özünə qarşı çox diqqətlidirsə, rutin müayinələrə getməyini yenə də hər cümlənin başında deyək, amma yenə də bir dəyişiklik hiss eləyirsə, axıntılarının daha çox olmağını başlayır, görürsə, rəngi dəyişibsə, cinsi əlaqə zamanı göynəmə, ağrı varsa, bu ilk simptom ola bilər, amma yenə də çox diqqətli olsunlar. Gecikmiş mərhələlərdə nə olur? Qanama. Qanama ilə bizə müraciət edirlər. Təbii ki, skrininq metodları öncədir. Yəni, mənim bunları danışmağımda məqsədim odur ki, rutin müayinələrə getsinlər. Rutin müayinə əgər yoxdursa, simptomdan gedirlərsə, burada da yalnız gedib ultrason müayinəsindən keçin və ultrason müayinəsi mənim uşaqlı boynunda diaqnoz qoyacaq, o doğru deyil. Birinci başlamalıdır ginekoloji masada baxışdan. Ümumiyyətlə, həkim baxış zamanı bir uşaqlıq yolunu dəyərləndirməlidir, xarici cinsiyyət orqanlarını dəyərləndirməlidir. HPV testlərimiz ehtiyac olduğu halda digər infeksiyalar götürüldükdən sonra uşaqlıq yolunun seliyi silinməlidir. O irin orada ola, o seliyi orada ola, simir testlərini götürülmək nə dərəcədə düzgündür və siz istədiyiniz hüceyrə... Mən deyirəm. Biz müayinəyə gedirik də, yəni qadınlar gedir, nə bilsin ki, orada təbii ki, orada profesionallara gedəcəklər. Onu demək lazım. O silinməlidir. Bu işi bacaran insanlar. Ümumiyyətlə, tibb bacılarına o testləri götüzdürmək, məsələn, biz mərkəzimizdə eləmirik, özümüz götürürük. Seli silindikdən sonra simir testləri alınır. Xüsusi bir fırça ilə mərkəzi hissəsi uzun, periferik hissələri qısa olan bir fırça ilə servikal kalana yeridib saat əqrəb istiqamətinə 3 dəfə biz o belə deyən fırçanı fırladırıq, döndürürük və hüceyrə toplusu alırıq. Xüsusi bir mayyeli konteynerin içərisinə qoyub laborator müayinəyə göndəririk. Bu testlərin ikisində də patologiya olduğu halda, yəni simirdə və HPV-də əslində qalanda ikinci aşama kolposkopiya müayinəsidir. Kolposkopiya ilə bu iki testin fərqi ondan ibarətdir ki, bizə virusu və patologiya olduğunu deyir. Amma kolposkopiya bizə dəqiq lokalizasiyanı deyir. Və kolposkopiya bizə biopsiyanın yerini göstərir. Ümumiyyətlə, biopsiyanın formasını qərar verməyə də kömək edir. Bəzən olur ki, elə bir patoloji sahə olur ki, oradan istiqamətlənmiş kolposkopiya işində biopsiya olunmalıdır. Cavabı gözləyib daha sonra müdaxilə eləmək lazımdır. Amma kolposkopiya işində bəzən elə bir sahə olur ki, gör və biopsiya edirik. Yəni, eyni anda biz o sahəni tamamilə götürürük, biopsiyaya göndəririk, eyni anda da müalicə eləmiş oluruq. Yəni, həmin sahəni ləğv eləmiş oluruq. Yəni, bu kolposkopistin ən öndə gedən, belə deyək, borcudur. Bunu diaqnoz qoyulmalıdır. Əgər bir kobud punktasiya, çox çətin andır. Biz histoloji müayinəyə gedirik və gözləyirik ki, o görəsən nə çıxacaq orada? Bəli. Skvamoz hüceyrəli çıxacaq, adenokarsinoma çıxacaq. Amma siz onu əvvəlcədən görüb götürürsünüz. Biz hazır götürülmüşün növünü təyin edirik. Bu çox çətin bir məsələ. Çox çətindir. Xüsusən də ki, dəyərli kolleqalarımıza səslənəcəm. Əgər ginekoloji masada baxış zamanı aydın, aşkar uşaqlı boynu xərçəngi görürüksə və o xərçəngdən qanama varsa, simir testi götürməyin bir mənası yoxdur. Səbəb? Bu həftə biopsiya... Yox, İlhamiyə xanım, aydın, aşkar bir uşaqlı boynu xərçəngidir. Vaxt etkisidir. Simir testi bizə hay-sil vermiş olsa da belə, biz sonuçda gözümüzlə gördüyümüz aydın, aşkar, gül kələmi kimi parçalanmış bir törəməni simir testinə görə müayinəyə götürürükmü? Müalicəyə götürürükmü? Hansı protokollara əsasən uşaqlıq boynu xərçəngi mən gözlə gördüm və simir sonucum hay-sildir, şua verirəm, cərrah əməliyyat eləyirəm. Elə bir protokol yoxdur. Biopsiya olunmalıdır. Histoloji quruluşu, diferensiyasiya dərəcəsi, sizin dediyiniz yastı epitel və yaxud adenokarsinoma olduğu müalicə taktikasını bu da bizə kömək edir, dəyişir. Bunları bilmək üçün mənə simir testi yetərli deyil axı. Yəni, uşaqlıq boynunda aydın, aşkar tumor görürəmsə, gül kələmi kimi parçalanmış xüsusi bir görüntüsü var və gözlə görürəm, əllə görürəm bu şişdir. Oradan simir testi almaq sadəcə vaxt etkisidir, maliyyə etkisidir. Zaten biopsiyaya gedəcəyik. Biopsiya. Bir mənalı. Gözlə görülən bir sahə varsa, xərçəngdən... Görüntü olaraq. Xeyr. Uşaqlı boynu xərçənginin yayılmış bu vəziyyətində qarışdırmaq deyən bir durum ola bilməz.
Yəni uşaqlı boynu xərçənginin əgər sən şübhələnirsən ikinci, üçüncü mərhələ və gözlə gördüyün bir toxumadırsa, xeyr, orada qarşılamaq. Bir də maraqlıdır, biz uzaq metastazlardan danışırıq. Sizin dediyiniz şəkildə artıq o necə deyim, yayılması varsa, uzaq metastazların olub-olmadığına görə bəlli bir müayinələr yazırsınız? Mütləq. Deməli, uşaqlı boynu müraciət edib xərçəng patologiyası və biz gözlə görürük ki, orada bir törəmə var. Təbii ki, bunlar bayaq da qeyd elədiyim kimi həkimə getməklərinə məcbur eləyən simptomatika ilə gəlirlər. İnsanlar xüsusən də ki, postmenopauzal dönəmdə olan xanımlar və bizim ən belə deyim, yaralı yerlərimizdən biri budur. Yıxıldım, qan gəldi, dedim normaldır. Dedilər bir dəfə ola bilər normaldır. Xəstə gəlir qanama ilə, baxırsan şiş toxuması var. Yerli yayılmanı dəyərləndirmək lazımdır və uzaq metastazları, MRT, KT, PET, qan analizləri, rengen, süd vəzləri müayinəsi bunlar hamısı aparılır. Deməli, xərçəngin müayinəsində dediniz kolposkopiya, Eşliyində biopsiya, buna çox MRT, o da ehtiyac olarsa abdomen, yəni qaraciyər, böyrəklər, ultrason, ağciyər, katı, histeroskopiya ehtiyac olduğu halda. Amma bu ehtiyacı mənə ginekoloq deyə bilməz, doktor, mən istər-istəməz bunu vurğulamalıyam. Gəlin, bu və ya digər şikayətlərim, qoy gəlin müayinəyə, həkim desin ki, heç nəyin yoxdur. Bəli. Yəni, heç mi rutin olaraq bunu qaydaya salıb, onkoginekoloqumuz olmamalıdır? Hüceyrə səviyyəsindən gedir söhbət. Siz deyirsiniz, ginekoloq görür, görsün, o nə bilir ki, o xərçəngdir. Bənzərlik də ola bilər, olmaya da bilər. Bir halda ki, görür, xərçəng olduğunu anlamadan oradan smir testi alırsa, demək, bu bilmir də bu xərçəngdir. O ehtimalımız var. Yüksəkdir hətta o ehtimal. Doktor, mən təşəkkür edirəm gəldiyinizə görə. Var mı sonunda demək istədiyiniz? Hər kəsə sağlam olmağı arzu edirəm. Qoyun xəstələnməyə, xərçəngi olmasın. Rutin müayinələrinizə gedin və hər kəsin bir onkoginekoloq olsun. Bu bizim qoşularımız olsun bugün. Əlbəttə, diləyək ki, xanımlarımızda ümumiyyətlə bədxassəli törəmələr heç bir orqanda müşahidə olunmasın, amma ginekoloji sahədən danışırıqsa, ginekoloji bölümdən toxunuruqsa, onkoginekoloq dəvət edib, maariflənməyə çalışırıqsa, vaxtında, zamanında rutin kontrollara gedək. Təşəkkürümü bildirəm bir daha. Xatırladım, onkoginekoloq kolposkopist Könül Mərdanova studiyamızın həkim qonağı idi. Milli Onkologiya Mərkəzi şişyonu xəstəliklərin müalicəsi və diaqnostikası, eyni zamanda müayinəsi, onu da orada əlavə edeyim, şöbəsinə müraciətlərinizi edə bilərsiniz. Qısa aradan sonra yenidən qarşınızdayıq. Uşaqlı boynu xərçəngi qadın reproduktiv orqanlarının xərçəngləri arasında bütün dünyada, eyni ilə də Azərbaycanda ilk sıradadır və uşaqlı boynu xərçənginin yaranması üçün bir qadın orqanizmində HPV virusundan yoluxması lazımdır və bunun üçün müəyyən bir müddət lazımdır. 10-15 il ərzində HPV ilə yoluxduqdan sonra risk faktorları da varsa, HPV aktiv formada uşaqlı boynu xərçənginin patologiyasını yaradırsa, 10-15 il ərzində bir patologiya uşaqlı boynu xərçənginə qədər irəliləyə bilər. Bu zaman müddətində çox təəssüf olsun ki, erkən mərhələlərdə heç bir simptomatika vermədiyi üçün və xanımlarımız da çoxu zaman müayinələrə getmədikləri üçün gecikmiş mərhələlərdə müraciət edir. Və Azərbaycan statistikasına baxsaq, 60%-in üzərində xanımlar 3-cü, 4-cü mərhələ uşaqlı boynu xərçəngi ilə mərkəzimizə müraciət edir. Uşaqlı boynu xərçəngindən qorunmağın əsas yolu skrining testlərinin, HPV testinin və PAP testinin aparılmasıdır. Hər iki test, onkoloji testi, uşaqlıq boynundan adi ginekoloji müayinə zamanı kiçik fırçalarla götürülən ağrısız, heç bir əks göstərişi olmayan testlərdir. Bu testlərin nəticələri normal gəldiyi halda HPV testimizi 5 ildən bir, PAP smear testimizi 3 ildən bir təkrarlaya bilərik. Təbii ki, ginekoloji müayinə zamanı həkimin gözlə gördüyü hər hansı bir patologiya varsa, kolposkopiya müayinəsini aparmağı məsləhət bilirsə və yaxud da ki, sadaladığım testləri daha erkən müddətdə yenidən götürmək qərarı verirsə, o zaman 3 və 5 il sadaladığım tarixlər bir qədər erkən də aparıla bilər. Qeyd elədiyim kimi, uşaqlı boynu xərçəngi geniş yayılmış patologiyadır. Xanımlar arasında istər bütün dünyada, istər Azərbaycan statistikasında erkən mərhələlərdə heç bir simptomatika vermir. Qorunma üsulu isə rutin müayinələrə getmək və skrining testlərini aparmaqdır.